hayata geçirilir. Sabahınız xeyirli olsun əziz Xəzərin daimi tamaşaçılarım. Bu günlərdə təbii ki, sağlıqla da sizinlə bir daha görüşməyimizə, ünsiyyət qurmağımıza cümə günündə çox şadam. Hər birinizə də gözəl istirahət anlar arzulayıram. İstirahətinizi də hər zaman bizim televiziyamıza, daha doğrusu daha belə ətraflı desək, verilişimizə baxmaqla qura bilərsiniz. Hər hansı bir işiniz bu vaxtlarda varsa, bir 30 dəqiqəlik müddətə yəqin ki, onu kənarlaşdırıb belə çox maraqlı, ailəvi şəkildə tamaşa edə bilərsiniz proqramımıza. Bu günləri hər hansı bir xəstəlikdən əslində konkret olaraq, birbaşa olaraq danışmaq fikrimiz yoxdur. Sağlıqla bu günləri mövzusunu manual terapiyaya həsr eləyib. Ümumiyyətlə, bu nə deməkdir? Manual terapiya dedikdə nə başa düşülür? Ümumiyyətlə, manual terapevtlər kimlərdir? Yəqin ki, bu kimi suallar sizin hər birinizi maraqlandırır və ən başlıcası isə yəqin o maraqlandıracaq ki, manual terapiya hansı xəstəliklərdə daha çox tətbiq olunur və ümumiyyətlə, onun nəticəsi, uğuru nədən ibarətdir? Bu haqda danışmaq üçün bugün biz dəvət etmişik sabah ikən proqramımıza məhz Atlas Tibb Mərkəzinin həkimlərinə. Ən əvvəl istəyirəm sizi tanış edeyim. Atlas Tibb Mərkəzinin həkim manual terapevti Arzu Həsənovla. Xoş gəlmişsiniz, doktor. Xoş gəlmişsiniz. Və bu günləri də eyni zamanda bu mövzu ətrafında öz fikirləri ilə çıxış edən daha bir doktorumuz da var, Zaur Əliyev. Eyni zamanda dediyimiz kimi, yəni manual terapevti hər ikisi, hər iki qonağımız. Uğurlar sizə arzuluyuruq və tamaşaçılarımız yəqin ki, çox bu günləri maraqla sizin çıxışlarınıza diqqətlə qulaq asacaqlar. Həm də onlar üçün bir balaca aydınlıq da həm də olacaq ki, manual terapiya Azərbaycanda necə həyata keçirilir? Ümumiyyətlə, bu terapiyanı biraz bizim üçün açıqlayardınız. Nə deməkdir manual? Bizim hər birimizə maraqlı olardı bilmək. Buyurun. Manual terapiya sözün əsl mənasında tərcümədən elə əllə müalicə deməkdir. Təqribən 7500 il yaşı var. Yəni 7500 ildən gəlir manual terapiyanın orqanizmə təsiri. Təəssüflər olsun ki, yəni manual terapiya deyilən Azərbaycanda belə bir ixtisas yoxdur. Təəssüflər olsun. Halbuki baxmayaraq ki, biz manual terapiya adlanırıq, amma Azərbaycanda, yəni ümumiyyətlə keçmiş SSR məkanı götürsəz, təqribən 80-ci illərdən başlayaraq manual terapiya kafedralar açılır, kurslar tədris olunur, sertifikatlar verilir, amma çox təəssüflər olsun ki, yəni Azərbaycanda hələ bu, yəni o dərəcədə o səviyyəyə qalxmayıb, amma təbii ki, yəni mən şəxsən özüm Moskvada, Sankt-Peterburqda, Minskdə kurslar bitirmişəm. Uzun müddət Germaniyada, Almaniyada yəni ki, işləmişəm. Və təbii ki, yəni manual terapevt adını daşımaq hardasa bəlkə də belə böyük çıxmasa da, amma yəni ki, məsuliyyətini daşıyıram. Çünki biz manual terapiya ilə, məsələn, bizim respublikada şəxsən deyə bilərəm ki, bizə çox təəssüflər olsun ki, xəstələr olan nədənsə ara həkimlər adlandırırlar, amma mən həmişə gülürəm bu sözü. Yəni, həkim, üzr istəyirəm, ara müəllimi ola bilər, ara injener ola bilər, ancaq ara həkim ola bilməz. Həkim ya həkimdir, ya həkim deyil. Yəni, biz bəzən sınıqçılar deyirik, yəni belə bir qrup insanlar var ki, məsələn, dədədən, babadan öyrənə gəliblər, müəyyən şeyləri doğrudan deyil, onlara sununa qarşı, oynaqlara qarşı. Bəli, vergi, yəni bəzən təcrübə, yəni həyat təcrübəsi, uzun müddət görə-görə gəlib öyrənirlər təbii ki, amma nə qədər öyrənirlərsə öyrənsin, təbii ki, bu həkimliyin yerini verə bilməz. Xüsusən də onura sunulan olan münasibətdə. Çünki onura sunu çox böyük, dəhşətli bir strukturdur və həyatı təhlükə daşıyır. Həm həyata faktiki olaraq insanı calayır, çünki belə əgər dərinə varsaq, onura sunulan çox böyük miqdarda sinir sistemi, sinir ucları çıxır. Hansı ki, bütün daxili üzvləri innervasiya edib, daha doğrusu təchiz edir. Ona görə də yəni bilmədən müdaxilə edəndə çox əksər hallarda çox böyük problemləri çevirir və biz bunları öz həyatımızda, gündəlik həyatımızda, öz praktikamızda görürük. Bəli, çünki çox vaxt gəlir ki, məsələn, falan ara həkimə getmişdim, mənə falan elədilər, vəziyyətim belədir. Yəni, o nöqteyi nəzərdən də təbii ki, yəni belə Azərbaycanda təbii ki, xəstələrin, onlara sun xəstəlikləri və ümumiyyətlə dayaq hərəkət aparatı problemləri olan xəstələrin belə yerlərə müraciət etməyə mən məsləhət görməzdim. Çünki sonunda təbii ki, yenə deyirəm, siz onlardan rusların sözü deyir, spros, yəni tələb eləmək sonra mümkün deyil. Deyəndə deyir, mən həkim deyiləm.
Yəni doğrudan əllərini sallamaqla hardasa canlarını qurtarırlar. Ancaq yenə deyirəm ki, çox böyük problemlərlə sonradan xəstələr üzləşir və biz yenə deyirəm gündəlik həyatda dəfələrlə olub ki, yəni onların problemlərini sonradan çox çətinlik də olsa, yəni həll etməyə çalışmışıq. Manual terapevtlər kimlərdir, doktor? Manual terapiya, bilirsiniz, bəzən manual terapiya ilə vertebrologiyanı hardasa çox vaxt qarışdırırlar. Vertebrologiya konkret olaraq əgər onurğa sütunu xəstəliklərinin problemləri ilə məşğulsa, ancaq manual terapiya daha geniş məfhumdur. Yəni burada bir tək onurğa sütunu yox, bütün oynaqlar, hətta belə deyək, barmağın falanqalarına tutmuş, ta onurğa sütunun yırtıqlarına qədər müdaxilə etmək mümkündür. Təbii çox böyük bir sahədir, çox da maraqlı sahədir, çox da təhlükəli sahədir. Və ona görə də bilirsiniz, çox vaxt həkimlər təəssüflər olsun ki, xüsusən bunu qeyd etməyə çalışıram, manual terapevtlərlə xəstələri qorxudurlar. Bilirsiniz, bəzən elə hadisələr baş verir ki, məsələn, biz onu görürük. Gündəlik, məsələn, rentgenografiya eləyib getirir xəstə. Baxanda görürsən ki, onurğa sütununda müəyyən əyriliklər var. Məsələn, tutaq ki, boyun nahiyəsində xəstə bir 5 ildir baş ağrısından şikayət edir. Başım ağrıyır. O nevropatoloqa, bu, nə bilim, sinir həkiminə və yaxud və s. Yəni, dolanı gəlib çıxırlar. Baxanda görürsən ki, məsələn, onurğa sütunun 2-ci, 3-cü fəqərədə elmi dillə desə fleksiya var, yaxud fəqərə öz yerini dəyişib. Və təbii ki, yəni, yerini dəyişmiş fəqələrin arasında çıxan sinir qıcıqlanır və təbii ki, istər-istəməz müəyyən problemlər yaradır. Amma təəssüflər olsun ki, yenə deyirəm, çox əksər həkimlər son anda, bəzən heç ümumiyyətlə yada düşmür. Yəni onlara təəssüflər olsun ki, ən son yada düşən şübhə olur. Yəni hardasa şübhələnmirlər ki, əslində bu onurğa bəli, yəni onurğa sütununa bağlı ola bilər. Yəni axtarırlar, arayırlar, cürbəcür maqnit rezonans tomoqramma, kompüter tomoqramması, cürbəcür biz yoxlamalar keçəndən sonra müalicələr yazılır, ancaq müvəqqəti olaraq müəyyən dərəcə belə deyə ağrını götürürlər, yəni simptomatik olaraq götürürlər, amma xəstəliyin kökü qalır. Səthi olaraq yanaşırlar da. Səthi demək olmaz. Yəni hardasa bu informasiya azlığı deməkdir. Çünki bizim məsələn bir neçə dəfə olub ki, hətta həkim xəstələrimiz olub. Məsələn, sinir xəstəliyi, nevropatoloq deyə bilərik də, yəni elmi adını. Gəlib problemi ola-ola, məsələn, deyəndə ki, məsələn, xahiş edir, rentgenografiya eləyin. Onlar deyir, rentgenografiya nə edirsiniz? Nəyə görə lazımdır? Yəni, üzrəm, əgər nevropatoloq belə bir sualı verirsə, yəni başqa həkimlərdən nəyisə tələb eləmək, nədənsə onların bu haqda düşünməsi təbii ki, bəzən problemə çevrilir. Ona görə də yenə deyirəm ki, buradan təbii ki, səslənmək istəyərdim mən öz həkimlərimizə. Burada siz təbii ki, manual terapevt adı deyilən bir şey varsa əgər, təbii ki, manual terapevtlərə yönəltmək lazım bu şeyi. Sırf onlar bu işlə məşğuldurlar. Təbii ki, yenə deyirəm, çox qorxudurlar. Xəstələri, həkimlərin özü qorxudur ki, birdən çaşıb gedərsən manual terapevt yanına, səni falan şey eləyərlər, behman var, yəni ağırlaşmalar ola bilər. Ona görə də təbii ki, xəstələrin əksəriyyəti deyəndə ki, mən manual terapevtəm, biz o dəqiqə elə ki, o dəli biraz açıqlayın da bizim üçün manual terapiya necə olur? Yəni bu əl ilə hər hansı bir terapiyadır. Əllə müalicə, yəni bilirsiniz, çox böyük miqdarda təqribən 1000-dən artıq manipulyasiyalar var. Hansı ki, barmağın falanqasından başlayaraq, onurğa sütunun istənilən fəqərəsinə, hətta oma sümüyünün özünü belə dəyişilmələrini yerinə tutur. Yəni, faktiki olaraq əgər götürsək, manual terapiya sözün əsl mənasında onurğa sütununu fizioloji olaraq bərpa etməkdən ibarətdir. Bir tək onurğa sütunu yox, amma əgər daha çox rast gəlinən praktikada problemlər onurğa sütununa bağlı olduğuna görə və daha çox narahat elədiyinə görə, təbii ki, biz də bu işlə daha çox məşğul oluruq. Amma yəni deyəm ki, barmağın çıxığı, falanqanın çıxığı, biləyin çıxığı və kürək sümüyünün çıxıqları, yəni elə şeylər var ki, faktiki olaraq düzdür, travmatoloqlar da bu işlə məşğuldur, ancaq bizim üçün bu iş daha rahatdır. Çünki elə manipulyasiyalar var ki, 10 saniyənin ərzində tutaq ki, oma sümüyünün çıxığını oturdurma olur yerinə. Bərpa edirlər. Yəni fizioloji olaraq bərpa edilir. Oma sümüyü deyəndə ki, məsələn, oma sümüyü çıxır, çox adam gülür. Necə oma sümüyü çıxır? Təbii ki, uşaqlarda bu çox tez-tez rast gəlmir. Doğuşdan sonraki o travmalarda belə hadisələr baş verir. Amma böyük adamda məsələn deyəndə ki, üzr istəyirəm, 6 mm-lik omanın əyriliyi var. Bu ilə bağlı sonradan daha çox problemlərlə gəlir. Hər bir şeyi çalışırlar müalicəyə. Məsələn, yastı ruslar ona plaskostopiya deyirlər. Yəni ayağın yastılığı əmələ gəlir. Yastı pəncəli belə. Bəli. Məsələn, axsamaqlar əmələ gəlir. Diz oynağında problem. Çünki yerişin fiziologiyası başlayır dəyişməyə. 5 mm çox böyük bir, yəni belə baxanda gözə görünəsi bir şey deyil. Amma 5 mm-in oma sümüyünün əyriliyi çox böyük problemlərə sonradan yol açır. Hansı ki, müalicəyə başlayırlar, amma üzr üstünə səbəbini götürülmədiyinə görə, yəni bu təbii ki, yəni o elədilən tədavi deyirlər. Yəni müalicələrin heç bir
effektiv də olmur. Yəni sadəcə yəni həkimdən həkimə, həkimdən həkimə, yəni xəstə də sonunda bezir. Yəni belə çıxır ki, yəni o qrup xəstəliklər artıq müalicə olunmaz sayılır. Amma biz məsələn omos sümüyünü 2 seansa, məsələn biz onu əməli başı 30 yerinə, yəni rengenoloji olaraq burada sübut edirik. Yəni dönə-dönə istəyirəm, yəni bunu daha sonra müalicədən sonra rengen çıxarırsınız. Təbii, yəni həm əvvəlcədən çıxarırıq, həm sonra yəni müqayisədə bu elə bir şeydir ki, burada gizlətmək mümkün deyil və onu danmaq da mümkün deyil və xəstənin baş verən dəyişikliyi də o vaxtda sonra o dəqiqə göstərir ki, məsələn ağrılar azalır. Məsələn mən onu soruşacaqdım ki, yəni xəstə nəinki rengen çəkimindən sonra, hətta bir balaca səhhətində də ağrıların azaldığını özü müşahidə edə bilər. Göstərir. Bu elə bir şeydir ki, yəni onu anlatmaq, xəstəni anlatmaq mümkün deyil. Təbii ki, yəni bilirsiniz, manual terapiyanın müəyyən məktəbləri var. Bir neçə məktəb var ki, məsələn Sovet məkanında bunlardan iş prinsiplərinə görə bir-birindən fərqlənirlər. Məsələn köhnə Sovet məkanında onurğa sütunu ilə məşğul olan ara həkimlər vardı ki, bax onları vaxtı ikən böyüdə gətirib eləyiblər həkim. Çünki vaxtı ikən kiməsə kömək eləyib, ta ki o vaxt biz SK deyirdik, Sovet başçılarına kiməsə kömək eləyib, yəni götürüb yarın Moskvada işləyib. İndi onun məktəbi var. Amma faktiki olaraq, elmi olaraq yenə deyirəm ki, Avropada çoxdan işlənmə bəllidir. Yəni hardasa 50-ci, 60-cı illərdən mütəxəssislər olub ki, bu haqda kitablar yazıblar, elmi əsərlər çıxıb. Amma təəssüflər olsun, yenə deyirəm, Sovet məkanında, Sovet məkanı dağılanma... Manual terapiyanın tarixi gedir, çıxır... 7500 çıxır. Amma elmi dərinliklərinə artısa, yəni keçən əsrin ortalarında başlayıblar bunu öyrənməyə. Yəni Avropada bir neçə həkim olur ki, bu haqda çox böyük kitablar, monografiyalar yazıbdır. Amma təəssüflər olsun, yenə deyirəm ki, Sovet məkanında 80-ci illərin axırından, 90-cı ilin əvvəllərindən başlayaraq normal qarşılandı. Normal qarşılanmaq demək olmaz, amma yəni bunu elmi olaraq artıq başında öyrənməyə. Yəni sübutlarla bunu ortalığa qoydular da, yəni belə deyək də. Çünki mülahizələr çox ola bilər. Dediyiniz kimi, belə insanlara münasibət bir mənalı olmaya da bilər. Amma son məqamda, yəni indi hal-hazırdakı durumumuza gəlincə, indi manual terapevtlər kifayət normal belə qəbul olunur. Bəli, yəni bu haqda danışmağa əlbəttə ki, yəni deyəndə də manual terapevt. Amma manual terapiya elmi şəkildə həkimlər nöqteyi-nəzərdən, yəni məsələn təsəvvür edin ki, məsələn bizdə tibb universiteti var. Yəni biz hardasa yalan olmasın, ildə 1000-dən çox tələbə yetişdiririk, yəni həkim buraxırıq. Yəni bu o deməkdir ki, həkimlərin bu haqda əgər dönə-dönə üzr istəyirəm, yəni fikri yoxdursa, təəssüratı yoxdursa, biliyi yoxdursa, təbii ki, yəni xəstə müraciət eləyəndə həkimin bu haqda düşünməsi təbii ki, problem olur. Yəni xəstə başlayır simptomlarla müalicə ola, gəlib əvvəl-axır əgər tapırsa xoşbəxtlikdən, məsələn gəlib çıxırsa manual terapevtdə, təbii ki, problem həll olunur. Yəni biz çünki bu şeylə çox tez-tez üzləşirik. Biz xəstə illərlə 3 il, 4 il, 5 il balaca bir məsələn tutaq ki, boynun 5-ci fəqərənin fleksiyasıdır. Yəni 5-ci fəqərə burulubdur. Üzr istəyirəm, xəstə gecə-gündüz öyüyür. Respublikada açmaqda qapı qalmır. Yəni hərlənir fırlanır, təsadüfən hardasa eşidir ki, falan həkim falan işlə məşğuldur. Yəni durub gəlir 2 seansla, yəni onun problemini biz həll edirik və təəssüf ki, yəni bilirsiniz, xəstənin vəziyyətini təsəvvür edə bilərsiniz. Yəni 4 il qapı döyən xəstənin 2 seansla düzəlməsi təbii ki, yəni birdən-birə xoşbəxtçilikdir. Yəni valideyn üçün, uşaq üçün. Sizə tamaşa eləyən və dərhal zəng eləyən tamaşaçımız artıq xəttə var. Eşidərdik, maraqlı olardı sualı yəqin ki. Alo. Alo. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Narahat etdiyim üçün üzr istəyirəm. Xoşdur, buyurun. Həkimləri də salamlayıram. Mənim onurğamda ağrı çəkili atletikada elə bir ki, götürməkdən ağrılar var onurğamda. Mən bilmək istəyərdim ki, bu üsulla müalicə ala bilərəm. Bu üsulla manual terapiya üsuluna. Bəlkə siz cavablandırasınız. Bəli. Buyurun, Zardur. Bu deməli onurğa sütununun problemlərindən birincisi, yəni ağır şeyin qalxızmasından, yıxılmasından səbəbi olur. Ona görə də əgər siz rengen eləsəz, siz rengində özünüz görəcəksiniz ki, yəni burada fəqərənin burulması ya ünvanın yerindən çıxmasını özünüz müşahidə edə bilərsiniz. Sadəcə rengenizi götürüb gəlsəz, ya gəlsəz yaxınlaşsaz Atlas Tibb Mərkəzinə, orada bütün müayinələr var. Yəni yaxınlaşsaz orada rengen, hər cür şərait yaradılıb. Rengenizi eləsəz, baxıb məsləhət verəcək. Əgər doğrudan da orada onurğa sütununda hansısa sinirin qapanması fəqərə ilə əlaqədardırsa, bəli, biz sizə kömək edə bilərik. Həmin o fəqərəni açarıq, sinirləri açıb müalicə edə bilərik.
Təşəkkür edirik zənginizə görə xanım. Nə kimi probleminiz olarsa da ekranlarda görürsünüz. Hələ ekranda efir müddətində proqramımız gedişatında, yəni əlaqə telefonlarına zəng eləmə imkanınız da var. Bizim söhbətləşdikcə, davam etdikcə söhbətimizə bir özünüzlə məlumat toplasanız daha yaxşı olar. İndi hal-hazırda Atlas Tibb Mərkəzində sizin zənglərinizi qəbul edən əməkdaşlar, yəni indi hal-hazırda var, əyləşiblər. Buyurun, müraciət edin. Və bax, danışırsınız, ən çox belə başa düşürəm, onurğa sütunu ilə əlaqədar, yəni müraciət edirlər, manual terapiya, yəni bu üsul məhz onda tətbiq olunur, daha yaxşı nəticəsini verir. Son zamanlarda bir balaca bəlkə qeyd eləyəsiniz Arzu doktor, nəyə görə son zamanlarda artıb bax bu problemlər? İstər uşaqlarda olsun, istər orta yaşlı insanlarda olsun. Səbəb nədir? Bunu bir neçə qrupa ayırmaq olar bu səbəbləri, amma bu qrupları toparlayıb eyni səbəb də eləmək olar. Çünki onurğa sütununda olan təsirlər çox həddən artıq çoxdur. Yəni burada təbii ki, bir neçə qrupdan danışmaq olar. Hansı ki, məsələn, birincisi, deyə bilərəm, az hərəkətlilik. Yəni həyatımız, hipodinamiya. Bəli, hipodinamiya deyirlər bunu elmi sürətdə, amma az hərəkətli deyə bilərik. Biz həyatımız həddən artıq mexanikləşdirilib. Yəni faktiki olaraq insan, yəni mən özümüzü götürsəm, tutaq ki, düzdür, mən müəyyən dərəcə özümlə məşğul olaram. Amma ancaq səhər çıxdın, liftlə düşdün, maşına mindin, işə gəldin, işdə oturdun. Yəni bu hardasa məsələn oturaq işlə məşğul olan insanın həyat tərzidirsə, axşam saat 6-7-yə qədər oturdun, çıxdın, maşına mindin, qayıtdın, liftdən mindin, qalxdın və televiziyanın qabağı. Yəni televiziya düzdür, çox böyük bir maqnetik təsirə malikdir və təbii ki, çox adamlar, xüsusən də kişilərdən daha çox demək olar. Halbuki araşdırmalar göstərir ki, kişilər də seriallara baxırlar, amma onu deyə bilərəm ki, yəni, saatlarla televiziyanın qabağında və yaxud hərəkətsiz ümumiyyətlə, oturaq həyat tərzi keçirməyə məhkumuq hardasa. Baxın, söhbətləri ondan gedir ki, bu az hərəkətliliyin özü müəyyən dərəcədə onurğa sütununa təsirdir. Yəni, hərəkətsizlik qığırdağın hərəkətsizliyinə getirib çıxardır. Yəni, onurğa sütunu, yoxların qəşəng bir sözü var. Deyir, siz o qədər cavansınız, nə qədər ki, onurğa sütununuz hərəkətlidir. Dərli orasındadır ki, biz onurğa sütununun hərəkətliliyi fəqərədə sümükdən asılı deyil. Yəni, onurğa sütunundakı sümüklərdən asılı deyil. Qığırdağın hərəkətliyindən asılıdır və təəssüflər olsun ki, qığırdağa düşən təzyiq oturmaq nəticəsindəmi, qamətin düz saxlanılmaması nəticəsindəmi, bunlar son nəticədə orqanizm tərəfindən müdafiə xarakterli reaksiyalar gətirib çıxarır. Halbuki biz onu nədənsə duzlaşma deyib dururuq, amma bunun elmi adı spondiloz deyilən bir xəstəlikdir. Yəni, bilirsiniz, həyatı təhlükə əmələ gəlir onurğa sütunu, orqanizm üçün. Faktiki olaraq mən sizə dedim ki, yəni, fəqərə arasından çıxan cüt-cüt sinirlər var. Yəni, bu sinirlər daxili üzvlərin hamısını sinirlə təchiz edir. Yəni, elə bir nahiyəmiz yoxdur ki, sinir ucu oraya yeyib çıxmasın. Və əgər onurğa sütununda hər hansı bir nahiyədəsə, yəni boyun nahiyəsi mi, döş nahiyəsi mi, bel nahiyəsi mi, fərqi yoxdur, oma sümüyün özündəmi problemlər varsa, yəni bu ona gətirib çıxardır ki, həmən nahiyə ilə innervasiya olan, yəni sinirlə təchiz olan nahiyədə mütləq problem əmələ gəlir. Və ən böyük təhlükə faktiki olaraq sinirlərin qapanma təhlükəsidir ki, onurğa sütunundan başlayır qorumağa. Baxın, biz duzlaşma problemi haqqında çox danışırıq həddən artıq. Halbuki bu da faktorlardan biridir. Yəni, su-duz mübadiləsinin pozulması. Amma çox vaxt deyirlər falan, duz yemə, duz yemə, duz yemə. Mən həmişə gülürəm. Əlaqəsi yoxdur. Bilirsiniz, mən həmişə gülürəm bu ki, siz elə bir məhsul deyin ki, yediyiniz yeməklər arasında, içdiyinizlərin arasında, onların içində duz yoxdur. Yəni, hətta suyun özü belə, yəni içməli su olan, əgər belə deyək, distillə suyu deyilsə, hətta distillə suyun özündə belə duz qalır. Yəni bu olsa da var. Yəni o nöqteyi nəzərdən də yəni bu gülməlidir. Amma sözün əsl mənasında su-duz mübadiləsinin problemləri nədən ibarətdir? O da deyə danışa bilərəmsə, yəni ki, bu da çox maraqlı bir temadır. Bu faktiki olaraq bağlanır qanın pH-ının dəyişilməsi ilə. Baxın, mən özüm bu işinə çox həddən artıq maraqlanmışam. Onu deyə bilərəm ki, məsələn, içdiyimiz suyun pH-ı, məsələn, Bakı şəhərində içdiyimiz düşəndə satılan sulardan danışıram. Yəni, kran suyundan danışmıram. Suyun pH-ı 6-dan yuxarı deyil. Əgər siz qanın pH haqqında məlumatınız varsa, yəqin ki, tamaşaçılar da maraqlı olmalıdır. Qanın pH-ı zəif qələvi mühitdir. Yəni, 7,43 qanın pH-ıdır. Amma təsəvvür edin ki, içdiyim, yəni 7 neytraldır. Əgər pH cədvəlini götürsəz, mənim 0-dan 7-yə qədər turşuluq sayılır. 7 neytraldır, 7-dən 14-ə qədər turşuluq deməkdir. İçdiyimiz suyun elə bir su yoxdur ki, respublikada, onun pH-ı 6,5-dən yuxarı olsun. Yəni, siz indi təsəvvür edin ki, qələvi mühitə
turş məhlul əlavə edirsiniz. Və çox maraqlıdır ki, orqanizm bunu neytrallaşdırıb orqanizmə uyğun şəklə salmalıdır. Yəni bu faktiki olaraq orqanizmdə daima baş verən prosesdir. Yəni biz gözümüz görmədən içdiyimiz mayelərlə özümüzü belə deyək, qocalığa məhkum eləmişik. Baxın, bəlkə də qocalığımızı sürətləndiриrik. Bəli, dərd orasındadır ki, bizim məsələn adətlərimizdə, ənənələrimizdə hara getdin çay. Baxın, çayın pH-ını mən sizə desəm, bu dəhşətli bir şey. Yəni 3,68 çayın pH-ı. Yəni bu deməkdir ki, siz turşu içirsiniz faktiki olaraq və gün ərzində əgər çox içirsinizsə, yəni ki, daima orqanizminizi belə bir kritik vəziyyətdə saxlamağa məcbursunuz. Yəni məhkum edirsiniz onu. Nə edək doktor o zaman? Yaxşı. Suyu necə baxın, tam olaraq yəni açıqlamaq mümkünsə biraz izah edeyim bizə ki, yəni necə ayırd edək yaxşını pisdən, bax belə deyək, keyfiyyəti keyfiyyətsizdən. Bilirsiniz, faktiki olaraq irəli getmiş Avropa dövlətlərində suyun üstündə pH-ı göstərilir. Təəssüflər olsun ki, yenə deyirəm, biz ümumiyyətlə su haqqında məlumatımız olmadığına görə, yəni bizə nə təklif edirlərsə içməyə, yəni biz onu təbii ki, yəni böyük bir məmnuniyyətlə qəbul edirik ki, hər halda bu kran suyu deyil. Yəni o nöqteyi nəzərdən də qəbul ediklərimizin orqanizmə təsiri haqqında çox vaxt xəbərimiz olmur. Amma baxın, məsələn, qazlı sular içirik. Mən adını çəkmək istəmirəm reklamı xatirinə, ancaq elə sular var ki, məsələn, qazlı şirin sular var, limonatlar var. Yəni bunların pH-ı hətta çaydan da aşağıdır. Siz təsəvvür edin ki, məsələn, onu deyə bilərəmsə ki, məlumat olaraq, məsələn, 3,5 pH olan suda balıq yaşamır. Amma məsələn, içdiyiniz o şirin suların pH-ı 3,2-dir. Siz təsəvvür edin, yəni, çox adam düzdür, bu haqda bəzən eşidirlər, danışırlar, uşaqların özü belə. Siz hansısa bir, həmən o şirin içkilərdən birinin içərisinə balaca bir toyuq sümüyünü atın, qoyun bir sutka qalsın. Siz görəcəksiniz ki, kalsiyum orada əriyir. Baxın, bu orqanizmin də özündə baş verir. Yəni biz o duzlaşma mexanizmi danışanda... Sümük. Bəli, orqanizm həmən o suyu neytrallaşdırmaq üçün orqanizmin sümüklərdən kalsiyumu çıxardır. Baxın, osteoporoz deyilən bir problem var. Yəni bu yaşlaşdıqca orqanizmdə sümükdən kalsiyumun azalması deməkdir. Amma təəssüflər olsun ki, bu haqda çox danışırıq, çox deyirik. Yəni bu haqda elmi məqalələr yazılır, kitablar dərc olunur. Amma təəssüflər olsun ki, çox bəsit bir şey, yəni gözə görünməyən bir, bax, içdiyimiz su... Adi bir sudur, haqqında misal yəni. Zamanla orqanizmi çox böyük bir problemlə üzləşdirir. Amma təəssüflər olsun ki, bilirsiniz, o kalsiyumun orqanizmdə müəyyən norması var. Yəni bu kilo ilə hesablasaq, belə müəyyən kiloqrama ölçülməlidir bu. Və orqanizm onu çıxartmamağın dərdindən başlayır harda mayeli mühitlər var və harda ehtiyac var. Çünki hesab edin ki, həmən kalsiyum onurğa sütununda qığırdaqların içərisini doldurur. Yəni artıq çökmənin qarşısını alır. Baxın, bax bu görürsünüz birinci səbəbdən gəldi, hərəkətsizlikdən gəldi, çıxdıq tamamilə başqa bir yerə. Amma təbii ki, burada qamətin özünün də çox böyük rolu var. Yəni bilirsiniz, təəssüflər olsun ki, indi bu doğrudan böyük bir problemə çevrilir. Bunun da bir neçə əsasları var ki, bunlardan biri də tənəffüsdür və təbii ki, yəni orqanizm stres, biz deyirik stresdir, yəni streslərdir. Yəni düz qamətin olmamasına səbəb kimi, yəni bunlar götürülür. Bəli. Buna qayıdacağıq. Hələ ki bizim tamaşaçımız var xəttə, gözlətməyəcək. 562-16-61 əlaqə telefonumuzun nömrəsidir. Bu öz növbəsində, yəni canlı olaraq qoşula bilərsiniz. Suallarınızı yönləndirə bilərsiniz. Həm də xatırladım ki, 86-20-yə də yazıb göndərə bilərsiniz suallarınızı. Alo deyək. Alo. Sabahınız xeyir. Sabahınız xeyir Samirə xanım. Həkimlərinizi salamlayıram. Təşəkkür edirik. Mənim həkimə sualım var idi. Mən elə bir ki, hardasa bir ildir məndə bu şey əmələ gəlib. Belə çölə bayıra çıxan kimi, məsələn bir mağazinə gedirəm, harasa gedirəm, məndə başım ağrımağa başlayır. Və başımın ağrısı da elə bir ki, boynumdan, ənsə nahiyəsindən tutur ağrı, alnıma qarşı vurmağa, belə gözlərimə vurur. Həm də başım ağrıyanda bütün gözlərim, elə bir ki, üz əzələlərim, damağım, belə hər yerim ağrır, kürəklərim. Mən soruşmaq istəyirəm ki, bu hardasa boyun nahiyəsində duzlaşma ilə əlaqədar ola bilərmi? Və onun belə manual, əgər ola bilərsə, manual terapiya ilə bunun yəni müalicəsi ola bilərmi? Onu soruşmaq istəyirəm. Sizin sualınızı Zaur doktor cavablandıracaq indi. Diqqətlə qulaq asın. Bəli xanım, siz dediyiniz kimi boyun fəqərəsindən, ikinci boyun fəqərəsindən çıxan üçlü sinir həmin gözü də inervasiya eləyir və baş ağrılarını da verə bilir. Bunun səbəbləri də, yəni mən yenə deyirəm, görməmiş, yəni rengen eləməmiş, ona baxmamış heç nə demək olmur. Sadəcə, yəni o ikinci boyun fəqərəsinin, yəni yataqdanmı, yəni qamətin düz olmamasındanmı, hansı səbəbdənsə onurğa sütunu əyilə bilir. Yəni düz, belə deyək ki, 8 saat əgər yumuşaq yataq yerdə yatırsınızsa, həmin o yumuşaq yataq zamanla onurğa sütununun əyilməsinə gətirib çıxardır. Ona görə də əgər yaxınlaşsaz Atlas Tibb Mərkəzinə, rengenizi eləsəz, gətirin gəlin, baxaq,
yəni məsləhətimizi verək. Bəli, əgər bizdə orada problemlər varsa, biz onu həll eləyərik. Başqa nə ola bilər Arzu doktor? Bax, bu Burada ola xanımda bilər, problem. Yəni biz tək onurğa sütununu bağlamağa dəyməz olmaz burada. Yəni burada ola bilər məsələn beynin özündə də müəyyən problem olsun. Təbii ki, yəni burada Sinir sistemi sinir sisteminin, mərkəzi sinir sistemində ola bilər rol olsun. Bəli. Amma yəni yenə də doktor dediyi kimi, yəni bizi telefonla konsultasiya etmək çox qəliz bir məsələdir. Yəni burada elə şeylər var ki, məsələn manual terapevtlər mütləq araşdırmalıdırlar. Burada məsələn beynin kompüter tomoqramması etmək olar, araşdırma olaraq. Onurğa sütunu birbaşa proyeksiya rəngini əgər eləsəz, göstərsəz bizə, təbii ki, yəni nevropatoloqlarla bir yerdə biz bir qərara gəlib sizin probleminizi təbii ki, nə olduğunu aşkar edə bilərik. Buyurun, müraciət edin. Bu arada görürsünüz, bax, ekranlarda da Atlas Tibb Mərkəzinin ünvanı əlaqə telefonlarını. Hər halda iki qonağımız bu günlər studiyamızda diqqətlə qulaq asmaq imkanınız var. Proqramımızın vaxtının sonuna da hələ var. Bu fürsətdən yararlanın. Nə kimi suallar meydana çıxacaqsa, buyurun qoşulmağa hazırıq. Yəni sizi qoşmağa telefon xəttinə hazırıq. Ümumiyyətlə, bax, Atlas Tibb Mərkəzində əgər onurğa problemlərindən danışırıq, onurğa sütunu problem xəstəliklərindən danışırıqsa, əsas olaraq müalicə prinsipi nəyə əsaslanır, nədən ibarətdir? Əgər imkan varsa, biraz bunu bizim üçün tam olaraq söyləyəsiniz, tamaşaçılarımız üçün də tam olaraq aydın olsun. Bilirsiniz, Atlas Tibb Mərkəzi hal-hazırda yəni bu məsələ ilə bağlı çox ciddi adımlar atır. Yəni bu yaxınlarda əgər səhv eləmirəmsə, sizin televiziyada Alman mütəxəssisləri, fizioterapevtlər gəlmişdi və çıxış edirlər. Bəli, pediatr və biz bu dəqiqə belə deyək, yəni Almaniyanın qabaqcıl tibb müəssisələrində təhsil almış və işləmiş həkimlərlə fikir mübadiləsi aparırıq, təcrübə mübadiləsi aparırıq. Yəni onlar yaxınlarda təbii ki, gəlmişlər, bizdə hardasa bir 10-15 günə qədər qonaq oldular. Bəli. Və təbii ki, bizim işimizlə də tanış oldular. Bunu deyə bilərəm ki, yəni onlar çox razı qaldılar bizim işlərimizdən. Yəni hətta manual terapiya olaraq, çünki Almaniya deyilən məsələn böyük bir məmləkətdə manual terapiya deyilən elm demək olmaz. Onlarda xiropraktik deyirlər. Yəni bizdə sınıqçı deyilən kimi və hətta onlardan işləmək üçün hətta lisenziya belə istəmirlər. Sadəcə yəni diplom ola bilər ki, məsələn olsun, mən xiropraktikam. Yəni o nöqteyi nəzərdən ikinci dərəcəli həkim kimi qəbul edirlər. Ancaq onlar burada yəni baxanda, anlaşanda ki, yəni bizim işimiz yəni nə ilə məşğuluq, nə cür tədavi yöntəmləri yönədirik. Amma onlar çox razı qaldılar. Gələndən sonra Almaniyanın bir neçə böyük qəzetində yəni məqalələrlə yazıblar, çıxış ediblər. Çox güman ki, hələ ola bilər yerindən qayıtsınlar. Yəni Atlas Tibb Mərkəzində bu dəqiqə sözün əsl mənasında, yəni müayinə, birinci növbədə əlbəttə ki, xəstənin müayinəsi ilə bağlı hər bir şərait yaradılıb. Yəni sümüyün belə deyək, kalsiumun tutulduğunu ölçməkdən başlayaraq istənilən qan analizinə qədər, yəni hansı ki lazım ola bilər bizim müalicəmizdə, hər bir şərait yaradılıb. Dərd orasındadır ki, yenə deyirəm, baxın elə şeylər var ki, ola bilər yəni ki, burada çox onu vaxtda danışmaq mümkün deyil, amma istənilən xəstəni, yəni o şikayətlərindən asılı olaraq, yəni ruslar deyir A-dan Y-ya qədər, yəni birinci sualından başlayaraq, yəni onun bütün yoxlanılması, onun konkret problemlərinin öyrənilməsi, yəni burada mümkündür və təbii ki, əgər səbəb tapılırsa, xəstəliyin səbəbi aydınlaşdırılırsa və əgər doğrudan da manual terapiya ilə, fizioterapiya ilə buna kömək etmək mümkünsə, təbii ki, yəni hər bir şəraitimiz burada var. Ən böyük prinsiplərdən biri də bizdə individual yanaşmadır. Bilirsiniz, çox vaxt məsələn xəstələrimiz gəlirlər, mən bəzən doğrudan da gülürəm, yəni bunu bəlkə gülmək olmaz, ancaq həkim olaraq bəzən başa düşsən ki, yəni bu hamısı bilməməzlikdəndir. Siz filan qrıjanı məsələn müraciət edirsiniz, yəni bu belə arası deyil, yırtıq, yəni biz onlar qrıja, filan yırtığı, filan kəsdə yırtığı müalicə eləmişsiniz, həməndə də yırtığı var, gəlin mənə də müalicə edin. Bilirsiniz, əgər məsələn götürsəz onurğa sütununun müəyyən parametrlərini, məsələn burada yaş parametri var, qığırdağın spondilyoz vəziyyəti var, fəqərənin sürüşməsinin vəziyyəti var, burada məsələn qığırdağın elastikliyi var və yəni burada elə parametrlər var ki, yəni onları təbii ki götürüb bir yerdə məsələn analiz edəndə çox böyük variasiyalar əmələ gəlir. Yəni demək ki, məsələn, Zaur doktorda yırtıq var, Arzu doktorda da eyni yırtıqdır. Yəni bu ad ola bilər eyni olsun, amma yəni problemin özü tamamilə bir-birinə ayrılır. Dərəcəsindən də asılıdır. Bəli, ona görə də məsələn onu gözlə görməmiş ki, məsələn hansı yırtıqdır, ölçüsü nə boydadır, qıraqları nə cürdür, qığırdağın vəziyyəti nətərdir, fəqərənin sürüşməsi necədir, hara sürüşür, hara sıxır. Yəni biz yəni bunları bilmədən elə belə kiməsə məsələn söz demək bu günüzdür. Yəni o nöqteyi nəzərdən də təbii ki, yəni biz bunu birinci növbədə özümüzə, yəni ilk nətər deyir, bir başlanğıc götürürük və təbii ki, istənilən xəstəni müraciət zamanı çalışırıq yoxlamağa. Yəni
buna əlavə olaraq təbii ki, məsələn, bizim manual terapevt olaraq ən böyük axtardığımız onurğa sütununun birinci növbədə birbaşa proyeksiyada rentgenografiyasıdır və təbii ki, lazım olan təqdirdə biz sümüyün problemlərini öyrənirik. Densitometriya deyilən bir üsul var, yəni sümüyün kalsiumun tutumluluğunu ayırd eləyir. Üstəgəl lazım olanda təbii ki, maqnit rezonans tomoqrammasına göndəririk. Yəni bunlar hamısı bir yerdə lazım olanda müəyyən analizlər var ki, məsələn, hətta qan analizləri olur ki, məsələn, biz var yox. Aydınlaşmaq Bəli, üçün. yəni bunları eləməmiş, yəni xəstəni biz müalicə eləməyə heç vaxt götürmür. Yəni tam əmin olanda ki, bəli, bu xəstə sözün əsl mənasında manual terapiya ilə müəyyən problemlər həll olunacaq və buna garantiya kimi biz garantiya verə bilirsə, təbii ki, elə xəstəyə biz ümid də veririk və garantiyamızı da veririk. Təbii ki, nəticələrimiz də göz qabağında olur. Ona görə də yəni əgər doğrudan da sözün əsl mənasında Atlas Tibb Mərkəzinə gələn müraciət olsa, təbii ki, yəqin ki, bunların hər həm şəraitlərini görəcək, həm də bizim onlara göstərdiyimiz xidmətin qiymətləndirəcək. Yəni danışdığımızın bir növ canlı nümunəsini görmüş olacaqlar da, Təbii, özləri əlbəttə, şahid olacaqlar. Biz televiziya